Salam dəyərli izləyicilər. Bu gün sizlərlə 5-ci sinif riyaziyyat dərsliyində səhifə 59 və 60-da yerləşən ümumiləşdirici tapşırıqlara baxacağam. Baxırıq birinci çalışmaya. Bucaqların dərəcə ölçülərinə görə doğru və səhv fikirləri müəyyən edin. Fikrinizi izah edin. Deməli, A, B, C deyir, düz bucaqdır. A, B, C, yəni bu bucağımız. 50-nin üzərinə 40 gələndə edir 90 dərəcə. Düz bucağın da dərəcə ölçüsü 90 dərəcədir. Deməli, bu doğru fikirdir. B variantına baxırıq. AOM və BON qarşılıqlı bucaqlardır. AOM bu bucaq və BON deyir ki, bunlar qarşılıqlı bucaqlardır. Yadımızda saxlamalıyıq ki, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Bura 40-dırsa, burada 40 olmalıdır. Fikir verirsə, bura bir də biraz yuxarıya doğru, yəni bu istiqamətə gəlib. Baxın, belə olsaydı, bura 40 olsaydı, bəli, qarşılıqlı bucaq olardı. Amma belə qarşılıqlı bucaq deyil. Bu yanlış fikirdir. C variantında B deyil, tənböləndir. Tənbölən olması üçün bucaqlar, məsələn, bura 35-dirsə, burada 35 olmalıdır və ya tərsinə, burada 37, bura 37-dirsə, burada 37 olmalıdır. Tənbölən, yəni bucaqlar bərabər olmalıdır. Tənbölən bucaqları yarıya bölür. Ona görə də 35 dərəcə 37 dərəcədən fərqli olduğu üçün tənböləni deyil. Bu da yanlış fikirdir. D variantında ADC və CDB qonşu bucaqlardır. Qonşu bucaqlar olması üçün dərəcə ölçüləri 180 dərəcəyə bərabər olmalıdır. Biz 114-ün üstünə 66 gəlirik. O da edir 180 dərəcə. Deməli, bu fikir doğrudur. İkinci suala baxırıq. Verilənlərə əsasən mavi fiqurun sahəsini tapın. Mavi fiqur. Yəni, burada hər ümumiyyətlə A, B, C-nin sahəsini soruşur. Mavi fiqur budur. Deməli, əvvəl mən bu üç bucağın sahəsini tapıram. A, B, D üç bucaq. Yazıram S, A, B, D bərabərdir. Deməli, AC 12. Baxın, buradan bura ümumi 20-dir. Bu 20-nin bir hissəsi bura düşür. 12-dirsə, deməli, bu hissəsi 8-dir də. 8-in üstünə 12 gələrəm, edər ümumi 20. Və burada 3 santimetrdir. Burada yazılıb. 3, 8. Onda yazıram 2-də 1 vurulsun 8 vurulsun 3. Əvvəl bu hissəni hesablayacağım. Sonra bu hissəni hesablayıram. Yəni, baxın, birinci bu üç bucağa baxıram. O da 2 ilə 8 xərcində 4, burada qalır 12. Deməli, buranın sahəsi oldu 12. Bura oldu 12. İndi bura baxıram. Baxın, bu B, D, C-yə. Yazıram S, B, D, C bərabərdir. 2-də 1 vurulsun. Bura 12-dir. Yəni, katetlərin yarısı. Katetlərin hasilinin yarısı. Deməli, 2 ilə 12 xərcədir 6. Burada qalır 18. Burada oldu 18. İndi biz nəyi tapmalıyıq? S, A, B, C-nin ümumi. S, A, B, C-də nəyə bərabərdir? S, A, B, D-nin cəmi ilə, yəni 12-nin cəmi ilə S, B, D, C-nin cəmi, yəni 18-in cəmi. Burada yazıram 18. O da bərabərdir 30 santimetrin kvadratı. Növbəti misalımız. Bu arada rəylərdə şərhlərdən biri yazılmışdı ki, müəllimə biraz səliqəli yazın. Ona görə diqqət edin məndə. Deməli, B variantına baxıram. Deməli, ümumi biz bu üç bucağın sahəsini tapırıq. Baxın, bütün üç bucağın sahəsi. Buradan deyir ki, AC 10-dur. Yəni, bu AC 10-dur. Ümumi üç bucağın sahəsini tapıb, baxın, bu hissəni çıxacam ki, göy rəngini tapa bilək. Yəni, əvvəl ümumi üç bucağa baxıram. S, A, B, C bərabərdir. 2-də 1 vurulsun katetləri. Bunun kateti buradan bura 10-dur. Bu hissədə baxın 5-dir. Bərabərdir. 2 ilə 12 xərcədir. Burada qalır 5. 5-i də 5-ə vuranda 25. Ümumi üç bucağın sahəsi oldu 25. İndi şagirdlər, burada nəyə diqqət edirik?
Baxın AC 10 santimetrdir. Elə baxın buradan bura 10 santimetr. Bu hissəsi 6 santimetr isə bu hissəsi deməli 4 santimetrdir. 6 4 edir 10 santimetr. Biz gəlin bu hissəni tapaq. Yazırıq S B D C bərabərdir. Katetlərin hasilinin yarısı, yəni 2-də 1 vurulsun 4 vurulsun 5. 4 ilə 2 ixtisarıdır, burada qalır 2. 2 dəfə də 5-in edir 10. Bu da 10 santimetrin kvadratı. Baxın, ümumi üçbucağımız 25-dir. Sarı 10-dur. Mavi nə qədərdir? Ümumidən çıxırıq. Yəni S, A, B, C-dən tapdığımız balaca üçbucaq S, B, D, C-ni çıxırıq. O da edir S, A, D, B. S, A, B, C nə qədər idi? 25. Çıxılsın. BD'si 10 bərabərdir 15 santimetrin kvadratı. Bu da S ADB'nin qiymətidir. C variantına baxıram. Buranı silək. Deməli, MN 8-dir. Baxın, buradan bura nə qədərdir? 8. Bu düzbucaqlının uzunluğudur. Burada, daha doğrusu onu niyə yazıram? 8, burada 8, burada 4. Əla. Gəlin əvvəl biz düzbucaqlının sayəsini tapaq. Yazıram S, düzbucaqlı deməli K, L, M, N. Düzbucaqlı nəyə bərabərdir sayəsi? N-nin uzunluğuna. Yəni 4-ün 8-ə edir 32 santimetrin kvadratı. Əla. İndi biz ümumidən bu sarıları çıxmalıyıq ki, mavi rəngi ala bilək də. Baxın. Bura 7-dir. Baxın, bu hissə 7-dir. Ümumi 8 olmaq üçün bura 1-dir də. Deməli, bizim sarı üçbucağımızda yazıram S, K, N, P. Katetlər 1 və 4-dür. Yazıram onda. Sahə nə qədər olacaq? 2-də 1 vurulsun. 1 vurulsun. 4. Bərabərdir. 2 ilə 4 ixtisarca edir. Buradan da qalır 2. 2 santimetrin kvadratı. 2-ni də 1-ə vururuq da orada. Deməli, bu hissəni tapdım. İndi gəlin bu hissəni tapaq. Burada edəcək S, L, M, P. Bərabərdir. Katetlərimiz 7 və 4-dür. Onda yazıram 2-də 1 vurulsun. 4 vurulsun 7. Bərabərdir. 2 ilə 4 ixtisarıdır. Burada qalır 2. 2-dən 7-yə vuranda 14 santimetrin kvadratı. Ən sonda baxın bu üçbucağın sahəsi nəyə bərabərdir? Yəni S, K, L, P bərabərdir. Ümum düzbucaqdan S, K, L, M, N-dən çıxıram balaca üçbucaq S, K, N, P. Buranı uşaqlar yazmasanız da olar. Mən sizin daha yaxşı başa düşməyiniz üçün yazıram. O da bir də çıxırıq bax bu sarı hissəni S, L, M, P. Yəni 32-dən çıxıram balaca üçbucaq 2 və böyük üçbucaq 14. Qalır göy rəngdə düzbucaqlı yox, normal üçbucaq. 32-dən çıxanda 30, ondan da 14 çıxanda 16 santimetrin kvadratı. Başa düşməsəz, rəy bölməsində qeyd edə bilərsiniz və yaxud da təkrar baxa bilərsiniz. Deməli, 3-cü çalışmaya baxıram. Verilən fiqurların hansı tərəfləri paralel, hansı tərəfləri perpendikulyardır? Bu fiqurların sahəsini hesablayın. Deməli, əvvəl A variantı. Perpendikulyar baxın bu hissədir. Daha bir dənə qeyd edeyim. Baxın bura perpendikulyar görürsünüz. Onda yazıram ki B, A perpendikulyardır AC. Bu artıq bizə nəyi verir? Bu üçbucaq, üçbucaqdır. Tərəflərini tapırıq. Baxın bu 1-dən başlayıb 6-da dayanır. 6-dan 1 çıxıram da. Yəni hesablayanda da 1, 2, 3, 4, 5, 5 vaid burada dama var. 6-dan mən 1 çıxıram. Baxın bu tərəfdən 6-dan 1 çıxıram. Deməli bu tərəf 5-dir. AB nə qədər imiş şagirdlər? 5. İndi bu tərəfə baxıram. 1-dən başlayır 6-da. Deməli 6-dan 1 çıxıram eyni qaydada. Ya da saysaq 1, 2, 3, 4, 5. Burada etdi 5. Deməli bizim AC-miz də 5-dir. Və S A, B, C bərabərdir. 2-də 1 vurulsun katetlərin hasili. 5-i 5-ə vuranda 25, 2-yə də böləndə 12 tam 10-da 5.
İndi baxırıq B variantına. Bura, baxın, əvvəla bu bir kvadratdır. Baxın, bu hissə kvadratdır. Bu hissədə, bura məsələn, K yazıram. Burada oldu 3 bucaq. Sahə nəyə bərabərdir? Kvadrat və 3 bucağının sahələrinin cəmi. Gəlin buradan hesablayaq. Baxın, 2-dən 6-ya qalxırsa, 6-dan mən 2 çıxıram. Deməli, bu tərəf 4 imiş. Onda burada 4-dür. Sonra bu aşağıdan 1-dən başlayır, 5-də dayanır da. Yəni 5-dən 1 çıxıram, özünüz də saya bilərsiniz. 1, 2, 3, 4. Burada 4-dür, burada 4-dür. Əla. Bu 5-dən başlayır, 7-də qutarır. Yəni 7 çıxılsa 5. Deməli, bu hissədə 2 imiş. İndi biz buradan nəyin paralel olduğunu yazıram. Baxın, BC ilə paraleldir. Deməli, AD'miz. Özümüzdən də bir xətt də çəkdik, nöqtə də qeyd elədik. Bunu da qeyd edə bilərik şərhçilər. BA ilə də mötərizədə lap qeyd eləyin. BA ilə də SK paralel oldu. İndi perpendikulyar nələrdir? Perpendikulyarda şərhçilər düzbucaq harda yaranıb? Baxın, burada bu hissələr, bu hissələr, bu hissələr, bunların hamısı perpendikulyarlığı göstərir də. Onda yazıram BC xətti ilə AB perpendikulyardır. Bunları siz söyləyə də bilərsiniz, yaza da bilərsiniz. Müəllim necə tələb edirsə, elə eləyərsiniz. Sonra məsələn SK ilə özümüzün çəkdiyi düz xətt SK ilə AD perpendikulyardır. BC ilə AB-ni qeyd elədik. Aha. İndi keçirik sahənin hesablanması. Baxın, birinci mən hesablayıram kvadratın sahəsi. S kvadrat, bura S kvadrat yazıram. Bərabərdir. Deməli, A-nın kvadratı düsturumuz budur. Onda yazırıq 4-ün kvadratı bərabərdir 16. Kvadratımızın sahəsi nə qədər oldu şərhçilər? 16. Bir də S düzbucaqlı üçbucağı yazıram. S üçbucaq. Bu da nə qədər oldu? 2-də 1 düsturumuzu yazıram. Vurulsun AB. Yəni 4 vurulsun 2. 2 ilə 2 ixtisar getdi. Burada qaldı 4. Deməli, kvadrat 4-dür. O birisi də, onda S fiqur nə qədər olacaq? S fiqur bərabərdir. 16 üstə gəlsin 4 bərabərdir 20. Növbəti misalımıza baxıram. C variantı. Buranı silim. Deməli, buradan hansı paralellik yoxdur şərhçilər C-də. Özünüzdə görsəz. Baxın, heç bir xəttlər bir-birinə paralel deyil. Amma perpendikulyarlıq var. Baxın, burada BC ilə AB bu hissədə belə perpendikulyarlıq var. İndi buradan baxın, necə hesablaya bilərik? Bir dənə buranı təmizləyək. Baxın, şərhçilər. Mən bir dəfə sizə rahat olan hansı ola bilər? Baxın, buradan bir xətt seçim. Elə. Buraya yazıram O. Onda bizə nə mesaj verir bu? DO ilə BC-də perpendikulyardır. Bir halda ki, perpendikulyardır. Deməli, bax, bu balaca üçbucaq alınır. Baxın, bu üçbucaq DOC. Bu artıq üçbucaqdır. Bu 1. İkinci, buradan da gəlirəm belə, yeni bir üçbucaq alıram. Burada verirəm K. Aha, növbəti, deməli, AK ilə perpendikulyardır OD. Əla. Şərhçilər, deməli, 3 dənə fiqurumuz oldu. Elə, biz bir-bir başlayaq. Başqa rəngdən işarə edeyim ki, rahat görə bilək. Deməli, aha, bu rəngi götürək. Baxın, 4-dən 6-ya gəlirsə, deməli, 6-dan 4 çıxanda 2 eləyir elə. Burada 2, burada 2. Bu rəng biraz yorucu oldu deyəsən. Hər neysə, 2, 2. Buradan, baxın, 0-dan gedib 4-ə. Deməli, 4-dən 0 çıxanda 4 eləyir. Burada 4-dür, burada 4-dür. Əla, biz eyni zamanda düzbucaqlı üçbucağımızın bir tərəfini tapdıq 4 olduğunu. Deməli, buradan baxırıq DO-ya. Baxın, DK-ya baxaq, üçbucağın bu hissəsinə. 2-dən başlayıb 4-də dayanıbsa, deməli, bura 2 imiş. Əla, burada onsuz 2-dir bilirik də.
Bir də baxın bu hissəyə baxırıq. O hissəyə. O hissədə 4-dən başlayır, 6-da dayanır. Deməli 6-dan 4 çıxanda 2. Əla, bütün fiqurlarımızın tərəfləri məlumdur. O zaman yazıram. Birinci bu S düzbucaqlı. Yazıram S A B O K. A B O K. Nəyə bərabərdir? N'nin uzunluğu hasili. Yəni 2-nin 4-ə hasili 8. Biri getdi. Sonra buradan A, K, D. Baxın bu hissəyə baxacağım indi. İndi yazıram. S deməli S A K D. O nəyə bərabər oldu? 2-də 1 vurulsun. Katetlərindən biri 4-dür, digər kateti 2-dir. 2-lər ixtisar edir, qalır 4. Növbəti, baxın bu üçbucağa gəlirəm artıq. Onsuz burada işarələyirəm, rahat görə biləsiniz deyə. S, D, O, S nəyə bərabərdir? O da bərabərdir katetlə, yəni 2 vurulsun. Baxın, O, S bura 2-dir, bura 2-dir, deməli bura nə qədər olur? 4. 4 vurulsun 2-də 1. 2-də 1-i başda da yaza bilərsiniz, sonda da. Bu da 4 edir. Əla, bizim fiqurumuz onda. Nə yazıram? S fiqur nəyə bərabərdir? Bu fiqurların sahələrinin cəminə. Yəni 8 üstə gəlsin, 4 üstə gəlsin. 4 bərabərdir 16. Növbəti D variantı. Qarışıq bir fiqurdur. Buranı silirəm. Baxın düşərçlər. Buranı necə yaza bilərəm? Əvvəla buradan bir düz xətt seçirəm. Bura verirəm O. Əla. Sonra şərciklər. Buradan da bir düz xətt seçirəm. Burada verirəm K. Buradan da bir düz xətt seçirəm. Gördünüz, 3 dənə 1, 2, 3 düzbucaqlı, bir dənə üçbucaq oldu. Burada verirəm L. Gəlin indi burada nə perpendikulyardır, nə paraleldir, onları ayırd edək. Deməli, baxın bu hissədə bura baxıranda görürəm ki, BC ilə perpendikulyardır AB. Sonra CD ilə, baxın bura, perpendikulyardır BC. CD ilə perpendikulyar oldu. Yeni çəkdiyimiz xətt. D, K. Buradan bura baxın. Şərclər, yəni çox uzatmasaq, özünüz də görəcəksiniz ki, məsələn, L, Y ilə O, Y perpendikulyardır. B, A ilə AC perpendikulyardır. F, AC ilə FC perpendikulyardır. Paralel də buradan deməli, BC ilə buranı yazıram. Paraleldir. Deməli, AC eyni zamanda, baxın, BA ilə paraleldir. CD və BA ilə yenidən yazıram. BA ilə paraleldir. FC. Bu şərtlər buradan da yenə özümüzün çəkdiyi, baxın, K O ilə paraleldir. LY. K L ilə paraleldir. OY. Bunu artıq özünüz ayırt edə bilirsiniz. İndi isə gəlin bunların sahələrini tapaq. Bu hissəni silirəm artıq. Deməli, birinci nəyin sahəsini tapıram? Bu düzbucağın. Fikir verin. Buraya yazıram. S, B, K, C, D bərabərdir. Aşağıda da baxın, eynidir də. Yəni bu düzbucaqlar eynidir. S, A, O, F, C. Bir də 2 dəfə hesablamayaq deyə eləyirəm bunu. Bərabərdir. İndi çərçilər, baxın, bura 1-dir də, 1 damadır. 5-dən 6-ya 1. Baxın, 1 dama. Burada 1-dir. Baxın, 1. 1-dən 7-yə qədər gəlir. 7-dən deməli 1 çıxır, 6 edir. Bura 6-dır. Onda aşağıda 6-dır. Buradan onda nəyə bərabərdir? N'nin uzunluğu hasili. Yəni 1 vurulsun 6 bərabərdir 6. 2 dənə olduğundan burada 6-dır. Baxın, burada 6-dır. Bu yadda qalsın.
İndi mən bax bu balaca hissəni hesablayaq. Buradan 3-dən 5-ə gedir. Bura 2 damladı. Burada saysız ilə 3 damladı. 2-nin 3-ə. Onda yazıram ki S K O L Y düzbucaqlısı bərabərdir 2 vurulsun 3 bərabərdir 6. Bu hissə də 6 oldu. Bura nə qədər idi? 2. Baxın bura 2 idi. Burada baxın buradan götürürəm, rəngləyirəm. Baxın bura L-dir. Deməli 4-də başlayıb 7-də bitibsə bura 3-dür. 3. Deməli 2-nin 3-ə. Bu nə deməkdir? Düzbucaqlıdır artıq bu. S L D Y düzbucaqlısı bərabərdir. Düsturumuz necədir? 2-də 1 vurulsun, katetlərin asılı. 2 vur 3, burada nə gedir? Qalır 3. Ümumi fiqurumuz nəyə bərabər olur onda? S fiqur bərabərdir. B KSD ilə AUFG 6 ilə 6 üstə gəlsin 6. Sonra bu üstə gəlib 6 və 3 bucağın sayısı 3 bərabərdir 21. Dördüncü çalışmaya baxaq. Qeyd olunan ölçülərə əsasən 3 bucaqları dəftərinizə çəkin. ABC 3 bucağın sayəsini tapın. Əla, siz dəftərinizə çəkirsiniz. Mən isə çəkmirəm. Deməli, mən sayəsini tapıram. A-ya baxırıq dördüncüdə. Baxın, əvvəl bu 3 bucağın sayəsini tapıram. Qırmızıladığım. Yazıram. S A D S bərabərdir. 2-də 1 vurulsun. 1 vurulsun 1. 1-i 1'ə vuranda 1, 2'ye böləndə 0,5 santimetr yazarsınız. Santimetrin kvadratı. İndi baxın, növbəti bu 3 bucağa baxıram. Görəm burana gedərdi. Yazıram. S D S B bərabərdir. 2-də 1 vurulsun. Katetlərlə biri 2, digəri 1. 2'lər ixtisar gedir 1. Onda S ümumi 3 bucağımız A, B, C'dir. Yəni nə qədər eləyir? Bu hissə ilə bu hissənin cəmi. Yəni 0,5 toplansın 1 bərabər 1,5 santimetrin kvadratı. 5-ci 4'də B variantına baxırıq daha doğrusu. Deməli ümumi 6'dır. Baxın burada 6, buradan bura 6'dır. Bura 3'dürsə, deməli burada 3'dür də. 3, 3. Baxın, ümumi 6'dır. Baxın, bu düzbucaqlının, deməli, düzbucaqlı üçbucaq alınır da, baxın buradan. Katetlər nə qədərdir şagirdlər? 3, 4. Baxın, bu düzbucaqlı, bu tərəfdə duran düzbucaqlı üçbucaqda 3, 4'dür. Deməli, birinin sayısını hesablayıb 2'yə vursam və yaxud da toplasam, ümumi ABCD-ni alıram da. Onda yazıram ki, S A S D bərabərdir. S D S B. O da bərabərdir. 2'də 1 vurulsun. 4 vurulsun 3. O da bərabərdir 6. Onda S A B D nəyə bərabərdir? 6 üstə gəlsin 6 bərabərdir 12 santimetrin kvadratı. Növbəti C variantına baxıram. Şərhlər, burada nə edirsiniz? Baxın, bir dəfə bu balaca düzbucaqlı üçbucaq için rəngləməyə çalışdığım üçbucağa baxıram. Baxın bura. Rəngləmək oldu. Aha, bu hissəyə baxıram. Deməli, C variantında S D C A bərabərdir. Katetlər 4 və 2'dir. 2'də 1 vurulsun, 2 vurulsun, 4. 2'lər ixtisar gedir, qaldı 4. İndi şagirdlər, A, B, C'nin sayısını soruşur da. Baxın, buranın sayısını soruşur bizdən. Birdən buranı silim. Bizdən soruşduğu sahə, baxın, buradır. Baxın, bura A. Diqqət eləsəz, B-si, baxın, bu hissə deyə düşür. Əla. Biz onda nə edirik? Bu balaca üçbucağı tapdıq. Böyük üçbucaqdan, baxın, böyük üçbucaqdan biz bu hissəni çıxanda elə
sarı hissə alınır da, balaca üçbucaq. Bəs böyük üçbucağın sayısı nəyə bərabərdir? S, C, D, B bərabərdir. Buradan bura görürsünüz 2, 3, 5'dir də. Burada 5'dirsə, burada 4'dür də elə. Onu da yazıram. 2'də 1 vurulsun. Katetin biri 4, biri 5. Bərabərdir. 2 ilə 4 xısa gedir 2. Bu da qalır 10. Deməli, ümumi 10 imiş. Mənə lazım olan S, A, B, S olduğu üçün ümumidən 10'dan çıxıram balaca düzbucaqlı üçbucaq 4 bərabərdir 6 santimetrin kvadratı. 5-ci suala baxırıq. Verilən ölçülərdə bir neçə üçbucaq çəkin və üzərində uyğun ölçüləri qeyd edin. Dəyərli şagirdlər, bunu özünüz çəkərsiniz artıq. Baxın, mən birini çəkirəm. Deməli, iki bucağı 30 və 60 dərəcə olmalıdır deyir. Üç bucağımız belə bir üç bucaq olacaq. Baxın, bura olsun. Bu qədər çəkdim. Deməli, əla. Baxın, mən sadəcə belə bir üç bucaq çəkirəm. Sizin özünüz deməli buradan bura bir dəqiqə. Ne üçün belə bir üçbucaq çəkəcəyimi deyəcəm sizə. Bucaq. Baxın, buradan da bu qədər. Aha. Deməli, iki bucağı 30 və 60 dərəcə. Bura 30'dur. Üç bucağın bütün daxili bucaqların cəmi ümumiyyətlə 180 dərəcədir. Baxın, siz belə bir üçbucaq çəksəydiniz, indi transporter və xətt çəkim köməyi ilə çəkəcəksiniz. Onda və mən bunu bir neçə deyir ölçüdə çəkim. Bura 4 olacaq, bura 3 olacaq. Yəni məndə elə alınır. Sizdə 8 də ola bilər, bura 6 da ola bilər. Amma şəkillər burada 30 dərəcədirsə bu katet pedalımız bura nəysə uşaqlar, siz bu ölçüləri qeyd eləməyin. 30 dərəcə bu yuxarı sinifdə keçdikcə daha gözəl başa düşəcəksiniz. Siz sadəcə nəyə diqqət edin? 30 dərəcə olsun və 60 dərəcə olsun. Bir tərəfə 5 cm, bu tərəfə bitişik bir bucaq 50 dərəcə olsun. Baxın, indi B variantında bir tərəfi 5 cm. Mən indi məsələn belə 5 cm buradan bura çəkirəm. 2 də amma 1 cm-dir də. Hə, buranı da qeyd edək. Hərflə A, B, C. Hə, məsələn buradan 50 dərəcədə hardasa belə bir şey olacaq. 45 dərəcədən böyük. Bu mənim deməli çəkdiyim düz xətlərdir və birləşdirirəm. Deməli belə bir üçbucaq ala bilirəm. Bura 50 dərəcədir. Bura 5 cm-dir. A, B, C üçbucağım belə alınır. Tərəfləri 2 cm və 5 cm olan deyir. Deməli şəkillər. Baxın, bu 2 cm-dir. Bu da mən indi düz bucaqlı üçbucaq çəkirəm. Düzgün göstərə bildim deyə sizə. Belə bir üçbucaq ala bilərik. Və yaxud da məsələn bura 2 cm oldu, bura 5 cm. Siz amma belə də ala bilərsiniz. Məsələn, belə çəkib belə tutalım. Bura 2-dir, burada 5-dir. A, B, C. A, B, C. Bu hər ikisi doğrudur bu üçbucaq formalarının. Dəftərinizə çəksəz daha yaxşı başa düşərsiniz. 6-cı suala baxıram. Layihə dəftərində tərəfi 10 cm olan kvadrat çəkdi. Bu kvadratı şəkildəki kimi xətlərlə elə böldük ki, 4 konkurent düzbucaqlı üçbucaq adlı. Yəni burada bir-birinə bərabərdir. Hər düzbucaqlı üçbucağın katetləri 5 cm və 12 cm olarsa kiçik kvadratın sahəsi nə qədərdir? Məsələni 2 üsulla həll edin. Bir üsul yox, hətta 2 üsulla istəyir. Tamam. Deməli, dəyərli şərtçilər. Burada nəyə baxırıq? Katetlərimiz nəyə bərabər idi? 5 cm və 12 cm. Baxın, bura 5 cm yazıram. Buradan bura nə qədər olacaq? 12 cm-də. Yəni, buradan bura 12 cm imiş.
Onda buradan burada bu katet 12'dir də. 12 onda bura nə qədər olur? 7. Baxın 5-dən 7 12 verəcək də. Onda mən bu 12-ni silirəm. Daha yaxşı başa düşək. Deməli içərişlər burada 5-dir, elə deyilmi? Baxın bu kiçik o bir üçbucağın. Baxın bu üçbucaq. Deyin. Baxın görürsünüz bu üçbucaq, burada da bir üçbucaq ayrılıb. Daha hamısı bərabər, daha konkurentdir. Onda burada 5-dir. Baxın amma bu düz bucağın bu kateti olmalıymış nə qədər? 12. Onda burada 7'dir. Baxın buradan bura 7'dir. 5 7. Əla. Baxın onda bura gəlirəm. Burada 5 imiş, burada 7 alındı. Əla. Onda burada 5 imişsə, burada 7 alınır. Bizdən soruşur ki, bu üsulla tapanda şagirdlər. Və deyir, katetlər, məsələn, iki üsulla həll edin. Düz bucaqlı, üç bucağın. Aha, kvadratın sahəsini soruşur. Mən birinci üsulla yazıram ki, birinci üsul, bu üsuldur, yəni belə tapanda yazıram S, M, N, K, O kvadratı. 7'nin kvadratını tapıram 49. İndi ikinci üsul nə ola bilər? Ona baxırıq. Deməli şagirdlər, buradan bura 12 idi. Baxın buradan bura 12 idi. Gəlin bir dəfə də elə baxaq. Buranı silək. Dəfədə hər dəfə donur siləndə. Əla. Deməli şagirdlər, bizim ikinci üsulumuz nədir? Bu kvadratın tərəfi nəyə bərabərdir? 13'ə bərabər, 13'ə bərabər böyük kvadratdan söhbət gedir. Biz əvvəl bu böyük kvadratın sahəsini tapırıq. Sonra bax bu 4 dənə üçbucağı çıxırıq. Balaca alınır da. Biz əvvəldən bildik ki, bura 5'dir, düzbucaqlı üçbucaq olaraq. Burada nə qədərdir? 12'dir. Onda ikinci üsulu yazım bura. Baxın. Burada kongruentdir də. Gəlin o kongruentliyi də göstərək. Deməli, üçbucaq B, C, M kongruentdir. B, A, K kongruentdir. Baxın burada A biraz kitabda problem olub çəkməkdə. Yəni A, O, D'dir bu. A, O, D. Bu da kongruentdir. Bu tərəf C, N, D. Deməli bunların sahələri bərabərdir. Mən onda birinin sahəsini hesablayıram. Yazıram S üçbucaq yazıram elə. Yəni hamısının sahəsi olsun üçbucaqlar. S üçbucaq bərabərdir. Katetlərin hasili 2'də 1 vur 12 vur 5. Bunlar ixtisar getdi nə qədər? 6, burada qaldı 30. Əla, əlimizdə indi bizim nə var? Bizim əlimizdə bu var ki, bir dənə sahəsi, düzbucaqlı üçbucağın sahəsi 30'dur. Bura 30'dur. Bura 30'dur. Bura 30'dur. Bura 30'dur. Deməli, bütün üçbucaqların sahəsi 30 vurulsun 4 bərabərdir 120 olacaq. Əla. Bəs bu bizim kvadratımızın sahəsinə qədərdir? 13, 13. Onda S kvadrat bərabərdir. 13'ün kvadratı da 13'ün kvadratı. 13'ün kvadratı nə qədər edəcək? 169. Baxın, 169 ümumidir. Üçbucaqlarda 120'dir də, 4'ü birlikdə. Onda mən 169'dan çıxaram 120, alaram 49 santimetrin kvadratı. Burada da 49 santimetrin kvadratı, burada da. Bu qədər. Hər iki üsulu qeyd elədim. Başa düşməsəz videoya yenidən baxa bilərsiniz. Deməli, uyğun fiqurların sahəsini hesablayın. 7-ci sualda. Perimetri, deməli, düzbucağın tərəfləri 6, 14'dür. Perimetri, bu düzbucaqlının perimetrinin 25%-nə bərabər olan kvadratı çəkin. Çəkək. 7-ci sual A variantı.
Baxın, bizim bir dənə düzbucaqlı çəkək. Tutalım. 6 və 14-dür. S-imiz nəyə bərabərdir? 6 vurulsun 14. O da bərabərdir şagirdlər. O da edir 84. Amma şagirdlər burada perimetr deyir də. Mən ona diqqət eləmədim. Ona görə bu hissəyə baxmırıq. Buranı başa silək. Deməli, perimetri nəyə bərabərdir? Bu düzbucaqlının 10 tapırıq. P bərabərdir 2 vurulsun. A üstəgəlsin B düsturuna əsasən 2 vurulsun 14 üstəgəlsin 6 yazsın. 14 üstəgəlsin 4. Yəni 2 vurulsun 20 bərabərdir 40 santimetr. Və deyir ki, perimetri bu düzbucaqlının perimetrinin 25%-nə bərabər olan kvadrat. Onun sahəsini yəni hesablayacaq. Uyğun fiqurların sahəsini hesablayın deyir. Deməli, perimetr o zaman yazıram ki, perimetr kvadrat bərabərdir 40-ın 25%. 40 vurulsun 25 bölünsün 100. Hər tərəfinə 20 ixtisar, daha doğrusu 25 ixtisar edir. Burada 4, 4-ünə də 40 ixtisar aparanda 10 eləyir, 10 santimetr. Deməli, bu kvadratın perimetri 10'dur. Perimetr kvadratda 4A düsturu hesablanır da. 4A'mız deməli 10'dur. A'mız nəyə bərabərdir? A'mız bərabər imiş 2,5. Onu 4'ə bölürəm yəni. Baxın, vuruq hasil. Onu 4'ə böləndə 2,5 eləyir. Və sahəni hesabla deyirsə, biz S bərabərdir kvadratda. A'nın kvadratı, yəni 2,5'in kvadratı, o da bərabərdir 6,25 santimetrin kvadratı. Növbəti B variantında buranı silək. Deməli, bu bizim B variantımız. Bir tərəfi digərindən 3 dəfə uzun. Baxın, bir tərəfi x-dırsa, digər bundan 3 dəfə uzun deyirsə, 3x elə deyil. Perimetri 12 olarsa, yəni P bərabərdir 2 vurulsun, x üstəgəlsin 3x bərabərdir 2 vurulsun 4x bərabərdir 8x. Nəyə bərabərdir deyir? Perimetri 12 santimetr olan düzbucaqlı. O da bərabərdir 12. Yəni 8x bərabərdir 12. X də bərabərdir 12 bölünsün 8. Bərabərdir. Deməli, 12-ni 8-ə böləndə edir 1,5 santimetr. Vahidimiz 2 santimetrdir. 1,5 santimetr. İndi bu düzbucaqlının sahəsi nəyə bərabərdir? S bərabərdir 1,5 santimetrin kvadratı, daha doğrusu şərhçilər. Bu düzbucaqlı olduğundan dolayı bu 1,5 santimetr x-dir də. Bura 1,5 santimetrdir x-imiz. Bura 3x-dir. 3 vur 1,5, yəni burada edəcək 4,5 santimetr. O zaman şagirdlər 1,5'i biz vuracaq 4,5'ə. Vurulsun 4,5 santimetr. Şagirdlər, kalkulatorla hesaplayarsınız. Rey bölməsində qeyd edə bilərsiniz ki, nə qədər alındı sahəmiz. Növbəti, deməli, həndəsi ornametrdəki böyük sarı düz 4 bucaqlının hər biri, bir dənə böyüdək. 4 bucaqlının hər biri 2 konkret düz bucaqlı 3 bucaqdan ibarətdir. Kiçik sarı 4 bucaqlının sahəsi böyük sarı 4 bucaqlının sahəsinin 4də 1-nə bərabərdir. Və istəyir ki, bu ornamentin sarı hissələrinin ümumi sahəsi nə qədərdir? Çox maraqlı sual şagirdlər. Baxın, bu böyüdüblər. Bura 8-dir, burada deyir 15-dir də. Onda biz bilirik də artıq bu hissənin sahəsini necə hesablayacaq? Bura yazıram, S bərabərdir 8 vurulsun 15, 2də 1-lə. 2də 1, 3 bucaq. Düz bucaqlı 3 bucaqda belə hesablayırıq. Katetlərin hasili 2də 1 hasili, yəni. 2 ilə 8 xısac edir 4, 4 15-ə vuranda 60 eləyir. Deməli, şagirdlər, baxın, bu hissə 60-dır. Bura 60-dır. Onda burada 60-dır elə. Ümumi onda nə qədər olur? 120 olur. Nə qədərdir buradan? 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni
bu dördbucaqlı, əslində özü dördbucaqlı. Bu dördbucaqlının sahəsi 120-dir və bundan 8 ədəddir. Onda biz bu 120-ni vururuq 8-ə, edir 960 santimetrin kvadratı. İndi deyək ki, kiçik sarı dördbucaqlıların sahəsi, baxın burada bu göstərir. Dördbucaqlıların sahəsi böyük sarı dördbucaqlıların sahəsinin 1/4-dir. Böyük sarı dördbucaqlı nə qədərdir? 120. Onda kiçiyin 1/4-ni tapıram. Yəni 4/1-ə vururam. Bunlar ixtisar edir 30. Deməli bu kiçik 30 imiş. Böyük 120, kiçik 30. Nə qədərdir bu kiçikdən? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 də kiçikdəndir. Onda 30'u da vururam burada 8'ə. Edir 240 santimetrin kvadratı. Bu ornamentin sarı hissələrinin ümumi sahəsi. Yəni böyük, kiçik hər ikisi. Onda 960 buradan, 240 da buradan. Ay uşaqların səsinə bax. 960 ilə 240'ı da toplayanda deməli 60 bura gələndə 300, 1200 yəni 1200 santimetrin kvadratı edir. Şərhlər, STEM hissəyə də kömək edərdim. Ancaq mövcud vəziyyətdən dolayı edə bilməyəcəm. Həm də ki, bu sizin məntiqinizin, təfəkkürünüzün və riyazi analitik qabiliyyətlərinizin inkişafı üçündür deyə özünüz müstəqil eləsəz daha yaxşı olar. Sağ olun, salamat qalın.